1946-cı ilin aprel ayında Təbrizdə kəndlilər qurultayı çağırıldı. Ölkənin hər tərəfindən nümayəndələr gəldi. İşələri qurultayda belə dedi. Aziz qardaşlar, firqəmizin rəhbərliyi altında xalisə yerlərini və xalq düşmənlərinin yerlərini kəndlilərin arasında təqsim edib, onların əlinə silah verərək aldığınız torpaq və azadlıqdan müdafiə etməlisiniz dedik. İndi sizin boynunuzda böyük vəzifə durur. O aldığınız torpaqları saxlamaq və aldığınız azadlıqdan müdafiə etmək. İndi bütün İran kəndliləri, Azərbaycan kəndlilərinin aldığı torpaqdan ilham alıb, ayağa qalxmış, təkən yemişdir. Mürtəceylər bu hərəkətdən qəzəblənib və o azadlığı boğmaq istəyirlər. İranda böyük mübarizə başlanmışdır. Azərbaycan kəndlisi bu mübarizənin pişahəngi olub, qabaqda gedəni olacaqdır. Yaşasın Azərbaycan kəndlisinin azadlıq yolunda apardığı mübarizəsi.